Artıq su orucunun 30-cu saatıdır. Desəm ki, acam yox, artıq aclıq yoxdur, amma biraz özümü halsız hiss edirəm. Halsızlıq var, yuxu var. Biraz düşünürəm ki, şəkərin aşağı düşməsi ilə bərabər biraz aqressiya var. Ətrafda baş verən hadisələrə qarşı biraz daha aqressivəm. Bir dənə məni narahat eləyən məqam var, o da ki, əllərin üşüməsi. Yəni normalda mən əllərim üşüyən bir insan deyiləm, amma özümü hiss etməkdə çətinlik çəkirəm. Doğrudan da bədənə enerji daxil olmayanda bədən əməlli başlı üşürmüş. Ən azından bunu bildik. Və bu 30 saatlıq periodda itirdiyim çəki təxminən artıq 2 kiloqramdır. Lakin mən bunu çəki vermək məqsədi ilə deyil, arıqlamaq məqsədi ilə deyil, sadəcə ildə bir dəfə təmizləmək məqsədi ilə edirəm. Arıqlamaq məqsədi ilə istifadə edilməsinə qarşıyam. Çünki bir çox insan sırf bundan arıqlamaq məqsədi ilə istifadə edir. Yəni bunun müalicəvi məqamlarını heç demək olar ki, bilmirlər və bilmədikləri üçün sırf çəkim azalsın deyə heç nə yeməyim düşüncəsindədirlər. Mən bu düşüncəyə qarşıyam.